Axşam yorğun düşürsən, bədən istirahət istəyir, amma yatmaq mümkün olmur. Gözlərini yumursan, amma beyin susmur. Gecə yarısına qədər çevrilib dönürsən, səhər isə halsız oyanırsan. Nə olub axı? Bəlkə də heç ağlına gəlməyən bir səbəb var. Yediyin və içdiyin qidalar. Bəzən sağlam saydığımız ya da gündəlik vərdişə çevrilmiş sadə bir içki belə bədənimizi gecələr oyaq saxlayan gizli bir düşmənə çevrilə bilər. Bəs bu qidalar hansılardır və ən əsası bunlardan necə uzaq durmalıyıq? Gecə rahat və dərin yuxuya getmək istəyirsənsə, indi təqdim ediləcək siyahı sənə çox şey izah edəcək. Bəzilərini eşidəndə təəccüblənəcəksən. Sonda daha rahat yatmaq üçün nələri dəyişməli olduğunu çox aydın görəcəksən. Qida 1. Yaşıl çay. Bir çox insan yaşıl çayı sağlamlıq mənbəyi kimi tanıyır. Doğrudur, o antioksidanlarla zəngindir və bədəndə müxtəlif faydalar yarada bilir. Amma zaman məsələsi burada çox önəmlidir. Əgər yaşıl çay gecə içilərsə, bu yuxunu ciddi şəkildə poza bilər. Yaşıl çayın tərkibində az da olsa kafein var və bu kafein bəzən çox güclü təsir göstərə bilir. Xüsusilə də bu içki axşam saatlarında qəbul edilirsə, bədən dincəlmək əvəzinə ayıq qalmasına səbəb olur. İnsan özünü sakit hiss etsə də, beyin aktiv qalır, yatmaq isə çətinləşir. Çoxları yaşıl çayın zərər verə biləcəyini düşünmür, amma gecə saatlarında qəbul ediləndə vəziyyət dəyişir. Əgər yuxu problemləri yaşayırsansa və axşamlar yaşıl çay içməyi adətə çevirmisənsə, bu vərdişi mütləq yenidən nəzərdən keçirməlisən. Qida 2. Tünd şokolad. Tünd şokolad bir çox insan üçün həm enerji mənbəyidir, həm də stresi azaldan dadlı bir vərdiş. Amma gecə saatlarında bu şokoladı yemək düşündüyündən daha çox problem yarada bilər. Tərkibində az miqdarda olsa belə, tünd şokoladda kafein var. Bu maddə beyin fəaliyyətini aktiv saxlayır və bədəni oyaq vəziyyətdə tutur. Xüsusilə yatmazdan əvvəl yeyildikdə kafeindən fərqli olaraq daha gizli şəkildə təsir edir. Yəni sən yorğun olduğunu düşünsən də, beyin oyaq qalır, yatmaq çətinləşir. Tünd şokolad həmçinin teobromin adlı başqa bir maddə ilə zəngindir. Bu maddə ürək döyüntüsünü sürətləndirə, əsəb sistemini oyada və nəticədə gecə boyu narahatlıq yarada bilər. Üstəlik şokoladın tərkibində gizli şəkildə şəkər də mövcuddur. Şəkərin qan dövranına təsiri isə bəzən ani enerji artımı ardınca isə enmə ilə nəticələnir. Bu proses də yuxunu poza bilər. Hər nə qədər sağlam və faydalı görünsə də, tünd şokoladın gecə saatlarında yeyilməsi bədənin təbii ritmini pozur. Əgər rahat bir yuxu istəyirsənsə, bu dadlı amma təhlükəli vərdişdən axşam saatlarında uzaq durmağın faydalıdır. Qida 3. Turşular. Turşular bir çox insanın süfrəsində daimi yer tutur. Yeməklərin yayında iştah açıcı kimi təqdim edilir və bəzən ləzzətli bir vərdişə çevrilir. Amma gecə saatlarında bu turş qidaların qəbul edilməsi yuxunun keyfiyyətini ciddi şəkildə təsir göstərə bilər. Əsas səbəblərindən biri turşuların tərkibində yüksək miqdarda duz və sirkə olmasıdır. Bu maddələr bədəndə susluq yaradır, qan təzyiqini artırır və orqanizmin gecə boyunca dinçlik tapmasına mane olur. Yatmazdan əvvəl turşu yeyən insanın bədəni bərpa rejiminə keçmək əvəzinə bu maddələrin təsirini təmizləməklə məşğul olur. Eyni zamanda turşular mədə turşusunu artırır və həssas mədəsi olan insanlarda yanma hissi və narahatlıq yarada bilər. Bu vəziyyət yuxuya getməyi çətinləşdirir və gecənin ortasında oyanma hallarını artırır. Həmçinin duzun yüksəkliyi bədəndə suyun saxlanmasına səbəb olur. Bu da bəzən şişkinlik və narahatlıqla müşahidə oluna bilər. Yuxusuzluqla mübarizə aparırsansa, gecə saatlarında turşu yemək vərdişini azaltmağın vaxtıdır. Daha sakit bir gecə və rahat yuxu üçün bədənin ehtiyac duyduğu sadəlik və balansı pozmamaq çox önəmlidir. Qida 4. Qırmızı ət. Qırmızı ət protein və dəmir baxımından zəngin bir qidadır. Amma bu faydalı görünən qida xüsusilə axşam saatlarında yeyildikdə bədənə düşündüyümüzdən daha çox yük salır. Gecə rahat yatmaq istəyirsənsə, qırmızı ətin vaxtsız qəbulu bu istəyi poza bilər. Qırmızı ət mədədə həzm olunması çətin olan qidalardandır. Yatmazdan əvvəl yeyildikdə orqanizm istirahət rejiminə keçmək əvəzinə enerjisini həzm prosesinə sərf etməyə başlayır. Bu isə bədənin rahatlamasına və dərin yuxuya keçməsinə mane olur. İnsan özünü yorğun hiss etsə belə, bədən içəridə aktiv qalır. Eyni zamanda qırmızı ət bəzən orqanizmdə istilik yaradır və bu da bədənin yuxuya keçməsi üçün lazım olan sakitlik və temperatur balansını poza bilər. Həzm prosesi uzandıqca mədədə ağırlıq və narahatlıq hissi də artır. Bu isə gecə ərzində tez-tez oyanmağa səbəb ola bilər. Əgər gec saatlarda ət yeməyi sevirsənsə, bu vərdişi bir qədər dəyişməkdə fayda var.
Daha yüngül və tez həzm olunan yeməklər seçmək həm bədənə istirahət verir, həm də yuxunun keyfiyyətini artırır. Qida 5. Ağ çörək. Demək olar ki, hər evdə, hər süfrədə ağ çörək var. Yeməklə birlikdə ya da sadəcə çayla yeyilən bir vərdişdir. Amma bu sadə görünən qida gecə yuxunun keyfiyyətini pozan əsas səbəblərdən biridir. Ağ çörəyin tərkibindəki un tam olaraq emal olunmuş, yəni lifdən və faydalı maddələrdən təmizlənmiş haldadır. Bu da o deməkdir ki, bədən onu çox sürətlə şəkərə çevirir. Qan şəkəri sürətlə qalxır, sonra da düşür. Bu dəyişiklik sinir sistemini oyadır və bədənin rahatlamasına mane olur. Nəticədə insan yuxuya getməkdə çətinlik çəkir və ya gecənin bir vaxtı ayılır. Bundan başqa ağ çörək mədədə tez həzm olunsa da, orqanizmdə ani enerji artımı yaradır. Bu enerji gecə saatlarında lazım deyil və bədəni oyaq saxlayır. Xüsusilə də yatmazdan əvvəl çörək yemək beyin fəaliyyətini sakitləşməsinə imkan vermir. Əgər axşam saatlarında yuxusuzluqla üzləşirsənsə, bu sadə vərdişə diqqət etmək vacibdir. Çörəyi günün daha erkən saatlarında qəbul etmək, axşam isə daha yüngül və balanslı qidalar seçmək yuxunun keyfiyyətinə müsbət təsir edə bilər. Cipslər və duzlu qəlyanaltılar. Axşam televizor qarşısında dostlarla söhbət zamanı və ya sadəcə darıxanda əl atdığımız ilk şeylərdən biri cipslər və duzlu qəlyanaltılardır. Dadlıdır, rahat yeyilir və insanı bir anlıq məmnun edir. Amma bu vərdiş gecə yuxusuna düşündüyündən daha çox zərər verə bilər. Bu növ qəlyanaltıların tərkibində çox yüksək miqdarda duz və doymuş yağlar olur. Bu maddələr bədəndə susluq yaradır və qan təzyiqini artırır. Nəticədə bədən yuxu rejiminə keçməkdə çətinlik çəkir. Bəzən insan gecə tez-tez oyanır. Ağız quruluğu və narahatlıq hiss edir. Səbəb isə axşam yediyi həmin o cips ola bilər. Həmçinin bu məhsulların tərkibində çox zaman suni dadlandırıcılar, dad gücləndiricilər və bəzən sinir sisteminə təsir edən maddələr olur. Bu da beyində sakitlik deyil, aktivlik yaradır. Əgər gecə rahat və dərin yatmaq istəyirsənsə, bu xırt-xırtlı vərdişi azaltmaqda fayda var. Bədən sadəlik istəyir. Təzyiq, duz və kimyəvi yüklə dolu qəlyanaltılar isə onu narahat edir. Yuxusuzluğun səbəbi bəzən stres, bəzən də həyat tempidir deyirik. Amma çox vaxt ağlımıza belə gəlməyən sadə qidalar bu problemə yol açır. Əgər rahat və dərin yuxu istəyirsənsə, nə yediyinə diqqət etməlisən. Bu videoda sadaladığım qidalarla vidalaşmaq gecə yuxuya getməyi asanlaşdıra bilər. Belə faydalı məsləhətləri davamlı almaq üçün kanalımıza abunə olmağı unutma. Qarşıda daha maraqlı videolar var.